Bu gün Azon Autoda avtomobillə bağlı suallarınızı cavablandıracaq. İnjektor nə işə yarayır və niyə tez-tez problem çıxarır? İnjektor sistemində yanacağı dəqiq müddət püskürdür və alışma əmələ gəlir və mühərriki hərəkətə gətirir. İki səbəbdən problem baş verir. Problemlərin biri gec yanacaq filtrinin dəyişilməsi, ikinci səbəb də çirkli yanacaqdır. Simptomlar odur ki, tüstü yaranır, yanacaq sərfiyyatı artır. Bəs bunun vaxtını necə bilmək olar? Mütəmadi olaraq servisə yaxınlaşmaq, yoxlanmaq, diaqnostika etmək və yaxud da 50 mindən bir injektorların yuyulub sistemdə olması zəruridir. Kollektor niyə bu qədər tez işlənir? Bunun səbəbi EGR dövrəsi ilə bağlıdır. Yanmış qazlar kollektora daxil olur. Mühərriyin daxili qazlarından gələn yağlı qazlarla görüşdükdə kollektorun səthində qurum əmələ gətirir. Vaxt keçdikcə kollektorun daxili hissələri qurumla bağlanır və hava axını zəifləyir və avtomobil güc itirir. Bunun qarşısını almaq olar. Biz bunu həll etməkdən ötəri EGR-i bağlaya bilərik. Yəni proqramla deaktiv olunur və EGR-in ağzı bağlanır və karbon qazları kollektora daxil olmur. Bu kollektorun çirklənmənin qarşısını ala bilir. EGR bağlandıqda zəhərli qazlar artıq kollektora daxil olmur və qurumlanma baş vermir. Amma ki, bu emisyon dəyərini artırır və zəhərli qazlar, tullantılar artır və təbiətə, avtomobil zərər vurur artıq. İzləyicilərimizin ən çox verdiyi sual budur ki, hansı yağ daha yaxşıdır? Əlbəttə ki, yağdan marka önəmli faktordur. Brend markalara üstünlük vermək daha etibarlıdır. İkinci dərəcə yağın uyğunluğu, yəni yağ sizin avtomobilinizin mühərriyin standartlarına uyğun yağ olmalıdır. Deməli, ucuz yağ risklidir. Qısa müddətdə xeyir verə bilər, amma uzun müddətdə böyük risklər çıxardır. Dizel avtomobil niyə tüstü verir? Dizel avtomobildə tüstü vermənin səbəbləri çoxdur. İnjektorlar, hava sistemi və EGR ilə bağlı problem olarsa avtomobildə tüstü olur. Həlli nədir? Həll yolu budur ki, etibarlı peşəkar servisə yaxınlaşmaq və düzgün diaqnostika olunması, araşdırılması.